demək, deputat seçilməyimiz. Ümumiyyətlə 2019-2020-ci illər üzü bəri ki, bir proses başlanmışdı bu ölkənin siyasi həyatında, siyasi konfigurasiyasında, siyasi partiyalarla bağlı olan bir proses gedirdi. Və mən də onun tərəfdarlarından və iştirakçılarından biri olmuşdum. Və sözün doğrusu mən inanırdım ki, daha fərqli nəticələr olacaqdır ölkənin siyasi həyatında. Mən və bizim yoldaşlarımızı da partiya üzvlərində inandırmışdım. Bir halda ki, bu baş tutmadı. Məncə siyasi məsuliyyət var və mən bir növ həmin o kursun tərəfdarlarından, təbliğatçılarından biri olaraq ki, onun real nəticəsi bizim qəbul etdiyimiz, gördüyümüz anlamda söhbət kimsə seçilməsindən getmir. Bütövlükdə ümumi prosesi mən nəzərdə tuturam. Demək və buna bir məsuliyyət daşıyan adamlardan biri kimi mən öz istifa məsələmi qoymuşdum. Bir il müddətinə idarə heyəti o vaxt denilmişdi, bu ilin sonuna qədər növbədənkənar qurultay keçirilsin. Mən də bir xeyli müddət elə sədrlik səlahiyyətlərini icra edim. İndi sonra sədrlik səlahiyyətlərini nizamnaməyə müvafiq olaraq mümkün olan hissədə, yəni bəzi məsələlər var ki, mən yenə də formal hüquqi baxımdan sədr kimi və partiyanın səlahiyyətli şəxsi kimi qalmaqda davam edirəm. Ədliyyə Nazirliyində qeydiyyatına hüquqi fakt kimi keçmiş bir məsələ olaraq. Amma mənim müavinim demək Qiyas Sadıqova həvalə eləmişəm. İndi ayın 14-də dekabrın növbədənkənar qurultayı keçirilməsini nəzərdə tuturuq. Biz də işlər aparılıb başa çatdırılmasını nəzərdə tuturuq. Elan da rəsmən elan elədik müddətdə, qanunvericiliykdə bu nəzərdə tutulubdur. Demək, qurultay baş tutsa və orada mən demək, sədrliyə qayıtmaq fikrim yoxdur. Yəni, bu sədrlikdən getmək fikrim bu artıq qəbul olmuş qəti bir qərardır. Və demək, yeni bir sədr indi kim olacaqsa, demək, mənim əlbəttə özümün də təklif edə biləcəyim namizəd var. Demək, böyük ehtimalla, yəni mən indidən bunu deyə bilərəm, mənim şəxsin namizədim Qiyas Sadıqovdur. Bizim indiki bu səlahiyyətləri icra edən və partiyanın birinci müavini, daha doğrusu bizdə bir müavin var. Ümumiyyətlə, nizamnaməyə görə müavinlər yoxdur. Amma səlahiyyət qurultay nümayəndələrinin də burada hansısa bir qadağa məhdudiyyət də yoxdur. Demək, bu mən sədrlikdən gedirəm, siyasətdən getmirəm. O zaman Xalq Partiyasından getmirəm. O zaman onun rəhbərliyindən də getmirəm. Yəqin ki, idarə heyətinin üzvü də qalacaq.